Yenə yanacaqlarımızda nəsə problem var. Rəngi dəyişib, rufu dəyişib. Bax, beləmsinə bir problem yaranıbdır. Avtomobil də Hyundai Santa Fe'dir, 2013-cü il. Nasosu dağılıb, bax, bakın yendirmişik. Nasos dağılıbdır. Reykanın daçiklərin ikisi də nasosun hardasa 800 manat dəyəri var. Farçukaların hamısını çıxartmışıq. Səm şəkildə farçukaları çıxartmışıq. Farçukaların da bir dənəsinə 200 manat deyirlər. Yəni bu qədər zərər dəyibsə avtomobilə. Görə indi bunu kim qarşılayacaq? Deyir, hansısa YDM-də, hansısa yox, deyirdi YDM-ni. Mən də gedək götürək o YDM-də nə yanacaq var? Yəni yanacağımızın rəngi də budur, hal-hazırda. Bu yanacaq onu o günə tökübdür, qoyubdur. Bugünkü gündə də ən məşhur yanacaq doldurma məntəqələrindən biridir. Hava limanı istiqamətində. Gedək ondan bir dənə götürək, nümunə. Niyə bu sürücümüzə hardasa 2000-ə yaxın zərər dəyibdir? Bu müddətdir ki, kimsə bunu ödəməlidir. Geçsin bu yanacaqdan da nümunə götürüb gedəcək laboratoriya versin görək bu tərkibində nələr var. Niyə belədir? Həm yanacaq doldurma məntəqəsindən götürəndən sonra bu aralar deyəcəm hansı YDM-dir, bu aralar oradan götürməyin. Yəni götürsəz indi bu hələ Santa Fe'dir. Qiymətləri biraz ucuzdur. Nasosun qiyməti 800 manat, Farçukanın biliyin qiyməti 200 manat. Yəni biraz ucuzdur. İndi gəl indi bu Mercedes-ə dəysə nə olacaq? Buna dəysə 10.000 manat zərər dəyəcək. Kim ödəyəcək buna? Hamı özünü çəkib qoyacaq qırağa ki, yox mənim yedimimdə belə şey yoxdur, mənim yanacağım belə deyil. Buna elə bu aralar dizel sürücüləri diqqət eləyin. İndi göstərəcəm buna da. Bir dənə stəkan ver görüm. Bir dənə stəkan ver mənə oradan. Görüm hələ. Bu yanacaqdan bir də göstər. Evet. Evet. Görüm. O yanacaqdan da birazdan da götürək, baxaq, bax. Bax bu yanacaqdır, rəngi də belədir. Bax budur. Birazdan işıqda da aparım, göstərim. Ha bax. Bu dəqiqə yanacağın rəngi budur. Hal-hazırda yanacağın rəngi budur. Bax bu yanacaq avtomobili pis günə qoyubdur. Struşka, hər yeri struşkadır. Nasosu apardıq təmirə, dedi olmaz. Farçukalarını apardıq, ələfər üstə dedi bunu yığa bilərsən. Dedi ki, bunların hamısının iynəsi dəyişilməlidir, tullanmalıdır. Yəni burada hələ ki biraz sporu məsələ var. Görək nədən çıxır. Hansı YDM-dən, o YDM-də problem olsa deyəcəm sizə götürməyin. Yoxsa avtomobilə dəyən zərəri bilməyəcəksiniz ki, kimdən olasınız. İstəkan.